Salam xanımlar, hər vaxtınız xeyir olsun. Biz bugün sizlərlə bir yerdə brülyok toxuyuruq. Uzatmadan dərsə keçmək istəyirəm. Bilirsiniz ki, mən dərsin bu etaplarını çox uzatmıram ki, yubanmayaq, nə də siz sıxılmayın. Mənim ipim biraz əldə qalan iplərdir. Əldə qalan ipləri siz də belə dəyərləndirə bilərsiniz. Bu da həmçinin uzay ipidir. Baxın, yəni qalındır olduqca. Kursok 3.5 götürmüşəm. Uzatmadan başlamaq istəyirəm. Düz bir parça olaraq toxuyuruq əvvəl. Zəncirimə başlayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. 13-cü zəncir olmadı. 13 və 14. 14 zəncir çəkirəm. Baxın, sadə düz 14 zəncir çəkirəm. Mən 14 zəncir çəkərək başladım. Bu arada bu balqabaq brülyokudur. Mən 14 zəncir çəkərək başladım. Siz 14 zəncir çəkmək məcburiyyətində deyilsiniz, çünki sizin sapın qalınlığından asılıdır. Ona görə də mən sizə ölçü verəcəm. Bu 7 sant olmalıdır. Daha doğrusu 7 sant olsa daha yaxşı, gözəl görünür, minik görünür. Ona görə də 7 sant olsa yaxşıdır. Siz də ilmək sayınızı ona uyğun hesablayın. Baxın, üzərinə alıram. 1, 2 yox, 3-cüyə salıram, çıxarıram. 3-ünü bir yerdə götürürəm. Onun yanındakına saldım, çıxartdım. 3-ünü bir yerdə. Yanındakına salıb çıxarıram. 3-ünü bir yerdə. Yanındakına saldım, çıxartdım. 3-ünü bir yerdə. Yenə bu toxunuşdur. Sona qədər ancaq bunu davam eləyirik. Başqa bir şeydən istifadə olunmur. Alıram. Saldım içine, çıxartdım, üçünü bir yerdə çəkdim. Aldım. Saldım içine, çıxartdım, üçünü bir yerdə çəkdim. Aldım. Saldım içine, çıxartdım, üçünü bir yerdə. Sonuncuya gəlirəm. Yine aldım ve burada sonuncusuna saldım, çıxartdım. Üçünü bir yerdə çəkdim. Bir zəncir çəkirəm, fırlayıram. Baxın, indi burada nə edirəm? Üzərinə alıram. Baxın, belə salmıram. Bir tərəfindən salıram. Zəncirin içəri tərəfə olan qanadını götürürəm. Götürdüm, çıxartdım, toxudum. Yenə üzərinə aldım. Baxın, belə salmıram. Bu tərəfini də götürmürəm. Zəncirin digər tərəfindəki qanadı götürürəm. İkinci qanadı. Yenə zəncirin ikinci qanadı. Baxın, zəncirin ikinci qanadı. Üzərinə aldım. Zəncirin ikinci qanadı. Zəncirin ikinci qanadı. Belə, baxın. Bu tərəf yox, digər tərəfdən götürürəm. İkinci tərəf. Baxın belə. Yine üzərinə aldım. İkinci tərəfindən götürdüm. Üçüncü sırada da göstərirəm. Sonra toxuyub gəlirik. Baxın belə. Yine bir zəncir çəkdim. Fırlanıram. Burada baxın, yenə üzərinə alıram. İkinci tərəfini götürürəm. Davam edirəm. Başqa heç nə olmayacaq. Sadəcə ikinci tərəfdən, digər tərəfdən ilişdi. Baxın, bu tərəfdən bir qanaddan götürürəm. Götürürəm, üstünə alıram. Buradan bir qanadını götürürəm. Toxuyuram. İçəri tərəf, ancaq içəri tərəf qanadı götürüb toxuyuruq. Belə, bunu uzadaq. Biraz uzatdıqdan sonra görüşək. Mən istəyirəm ki, sizə burada biraz da izah eləyim. Sonra uzunca bir formada gələk artıq. Baxın, heç nə eləmirik. Sadəcə olaraq zəncirin bir kənarını götürürük. Üzərinə alırıq, zəncirin bir kənarını götürürük, üçünü bir yerdə çəkirik. Aldıq, götürdük, üçünü bir yerdə. Elə buradan da devam edirik. Baxın, üzərinə aldım, zəncirin baxın bir tərəfin, bu tərəfini götürdüm, içəri tərəfini götürdüm, üçünü bir yerdə. Aldım, içəri tərəfini götürdüm, üçünü bir yerdə. İçəri tərəfini götürdüm, üçünü bir yerdə və sonuncusu. Bir zəncir çəkirəm.
Yenə fırlanıram, yenə eyni şey, yenə bir tərəfini götürürəm, üçünü bir yerdə üzərinə aldım. Bir tərəfini götürdüm, üçünü bir yerdə çəkdim. Belə davam edirik. Üzərinə aldım. Belə. Üzərinə aldım. Belə. Bunu uzun uzadırıq. Baxın xanımlar, uzatdım, bura qədər gəldim. Baxın, bunu necə bilirik? Deməli, əgər balqabaq deyək də, burlyokumuzun qəşəng olmağını, yaxşı, gözəl görünməyini istəyiriksə, bunları cüt sayda götürürük. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 buradadır. Fırladıram. Baxın, bu qabarıq hissələr sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8 və bu da 9. Belə saydıqda isə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 və 18. Baxın belə, ancaq cüt olmalıdır. İndi buradan nə edirəm? Götürürəm bu ucu. Baxın, kurçokumu ilə bunun qarşısına keçirdirəm və başlayıram birləşdirməyə. Burada tikməyə falan ehtiyac yoxdur, düzdür. Kənar hissəsində tikiş işi görürük. Amma buranı belə sadə birləşdirək. Baxın, götürdüm, saldım. Kurçokumu götürdüm, sadə birləşdirmə. Yenə buradan nə edirəm? Baxın. İçəri tərəfindən götürürəm. Buradan da ucu götürürəm qarşı-qarşıya. Baxın, belə götürdüm. İçəri tərəfindən götürdüm. Bir də buradan. Belə. İçəri tərəfindən götürürəm. Baxın. Qarşısından götürürəm. Yaxından göstərirəm ki, biləsiniz. Bilmirəm sizə necə rahatdır. İçəri tərəfindən götürdüm. Qarşısından götürdüm. Və keçirdim. İçəri tərəf. Qarşısından. Və keçirdim. Buradan keçirdim. Davay. Buradan keçirdim. Buradan keçirdim. Buradan və keçirdim. Buradan götürdüm və keçirdim. İşte qutardı. İndi bunu baxın sonuncusunda elədim. Və burada bir qalıb. Bunu da götürürəm. Ən sondan buradan keçirirəm. Və belə. İndi ipimi kəsdim uzun. Bunu buradan düyün formasında kesirirəm. Bunu heç nə eləmirəm. Bu ipə onsuz içəri hissədə qalacaq. Sapımı qıyığıma keçirirəm. Və davam edirik. Buradan nə edirik? Baxın xanımlar. Gəldik. Baxın. Bu qabarıq hissə olanlar. Baxın budur. Bunların təpə hissələrindən keçirdirik qıyığımızı. Baxın məsələn buradan keçirdirəm. Bu qabarıq hissənin təpə nöqtəsindən. Bu qabarıq hissənin. Baxın bunların yuxarı hissələrindən. Buradan ipimi dartıram. Uzun olduğuna görə düyün ola bilər. Normaldır. Düzəldə eləyin. Yenə baxın bu qabarıq hissəmin yuxarısından. Bu qabarığın yuxarısından. Buranın yuxarısından. Buradan. Və sonuncu buradan eləyirik. İndi bunu möhkəmcə dartırıq. Dediyim kimi ola bilsin ki, düyün olsun, daha doğrusu dolaşsın, amma problem deyil. Və bunu möhkəmcə sıxırıq. İndi sıxdığımız yerdən, baxın, mən buradan da keçirirəm. Möhkəm sıxın. İndi baxın xanımlar, qarşı-qarşıya ilmələrdən götürərək, baxın hər hansı qarşıdan ilmələrdən götürərək, buradakı ortadakı dəliyi bağlayın. Burada heç bir texnika falan yoxdur qətiyyən. Sadəcə olaraq tikişi necə bacarırsınızsa,
Buradan da götürün, dartın, oradan buradan. Səliqə ilə amma tikin və bu ortadakı dəliyi bağlayın. Şu artıq məndə bağlandı. Siz yenə də indi baxın, qarşı-qarşıya götürəndə zaten bu bağlanır. Və bunu baxın bağladıq. Aha, belə tam bağlandı. İndi bunu baxın iç tərəfi də verirəm içə. Bir tərəfin belə görünür. İndi içini sintefonla doldururam. İçine sintefonumu doldururam. Sintefonum nə qədər bol olsa, içi nə qədər topbuş görünsə, o qədər yaxşıdır. Belə olacaq. Yenə doldururam içini. Tam doldurub gəlirəm. Və burada nə edirik? Baxın, mən buradan sapımı çölə çıxardıram. Əslində bunu sırf mən belə eləyirəm. Siz tam rəyiniz istədiyi kimi eləyə bilərsiniz. Bizdə əsas məsələ odur ki, bu yığılsın və mən düşünürəm ki, bura mən sintefonu həddindən artıq çox doldurmuşam. Biraz həddində doldurun siz. Aha, indi nə edirik? Baxın, yenə götürürük bunların buradan yuxarı hissələrin. Baxın, yenə yuxarı hissə. Ancaq buralardan keçirərək sona doğru gedirəm. Baxın, burada sintefonlar çıxır. Bunları sonda mən düzəldəcəm. Yenə buradan götürürəm. Sintefon çox dolduranda belə olur, normaldır. Sonradan düzəldilə bilən bir şeydir. Buradan da götürdüm. Buradan da götürdüm. Buradan. Və sonuncusuna gəlib yenə eyni yerdən. İndi bu ipimi mən möhkəmcə dartıram. Tam yerləşdirmədən kənarda qalan sintefonumu da içinə yığıram. İndi tam dartıram ki, full yığılsın ağzı. Tam buradan yığıldı. Burada qalıb aşağı hissəsində. Baxın, bunları içəri ilişdirək. Aşağı hissəsində necə yığmışdıqsa bunu yuxarı hissəsində də eynən. Bu arada burada biraz sintefon problemi ola bilər. Zaten ora biz yaşıl qapaq qoyuruq. Baxın, yenə sintefonu buradan. Sintefon deyirəm, üzrü sayın. Düyünü buradan bağlamaq üçün yenə bir dənə qarşıdan atıram. Burada gedir belə. İyi, все. Yenə buradan bir dənə də qarşıdan götürürəm. Hər ehtimal içindən keçirdib burada kiçik bir düyün vururam. İndi hamısını sıxıram. İşi bağlandı. İndi nə edirəm? Gəlirik. Burada bu balqabaq hissələrini içəriyə verməyə. Böyle buradan başlayaq. Baxın, götürdüm. Bu qabarıq hissələr yox. Bu orta xəttdən götürürəm. Bir bu texnikanı yoxlamaq istəyirəm. Elə ortasından qoyuram. Və baxın, buradan yuxarıdan ortasından çıxartmaq istəyirəm. Dartıram. Ümid edirəm ki, sizə aydın oldu. Olmadısa yenə izah edirəm zaten. Baxın belə. Baxın, ortada yenə bu buradadır. Bu sapımı götürürəm. Bu iki qabarığın ortası. Baxın, burada eləmişik, bura gəlirik. Bu iki qabarığın ortası buradır. Götürdüm ortadan. Baxın, buradan keçirirəm. Düz üstdən çıxarıram. Və dartıram. Baxın, hazır. İkinci hissə. Yenə götürdüm. Bu ikisinin ortası buradan. Götürdüm, saldım. Üstten çıxarttım. Və dartıram. Yanındakı iki xəttin ortası. Dartıram. Yenə iki xəttin ortası.
Buradan yine gəlirəm bura. 2 xəttin ortası ilə altdan üstə eyni şeyi təkrarlayıram deyə ümid edirəm ki, artıq bilirsiniz və rahatlıqla eləyirsiniz. Baxın, artıq bu tərəfim tam oxşuyur. Buradan yenə 2 xəttin ortası ilə eləyirəm. Üstə sintefonlarım görünə bilər. Dediyim kimi ora yaşıl balqabaq sapı əlavə eləyirik. Yenə 2 xəttin ortası ilə gəlirəm. Buradan və yenə burada sonuncu 2 xəttin ortası. Və belə. Artıq hazırdır və çox şirindir. Baxın belə. İndi bunu buradan düyün atıram. Sadə düyünlüyorsunuz. Yəni mən sizi çox yormaq istəmirəm. Hər şeyin də xüsusi bir texnikası olmalı deyil zaten. Siz artıq bir müddət özünüz toxuyandan sonra, həqiqətən artıq siz özünüz toxuyandan sonra tam peşəkar olmasanız belə artıq yollarını özünüz bilirsiniz. Ola bilər ki, mən sizə bir texnika deyim, o sizə uyğun olmasın. Amma başqa bir texnika ilə çox rahatlıqla eləyə bilərsiniz. O zaman eləyin. Yəni belə şeyləri heç vaxt problem eləməyin. Bu ipi aşağıdan itirirsiniz. Oradan buradan düyünlüyün. Rahatlıqla. Əsas odur ki, bu ip açılmasın və itsin. Hələ ki belə gedirik. Deməli, indi keçirik bunun yarpaq hissəsinə. Mən yaşıl iplə eləyirəm, uyğunlaşır həm də. Nə eləyirəm? Halqamı götürürəm. Başlayıram. Bir zəncir çəkdim. Artıq bu etapları hissə-hissə, lap yavaş-yavaş başa salmıram. Çünki artıq halqanı bilirik, zənciri bilirik. Yəni, sizin də vaxtınızı almaq istəmirəm. Dərs saatını da uzatmaq istəmirəm. Üzərinə almadan salıram, götürürəm. İkisini bir yerdə sıx iğnə deyirik. 8 ədəd 2 3 4 5 6 7 8 ədəd elədik. Dartırıq. Və bu birincini, baxın. Birinciyə keçirirəm. Bağladım. Bir zəncir çəkirəm. Baxın. Birinci ilmənin içinə salıram, çıxarıram 1 ədəd. Onun yanındakına salıram, çıxarıram 1 ədədim. Eyni yerə 2. Bir tək bir cüt düşünün. Onun yanındakına 1, onun yanındakına 1, 2. Onun yanına 1, onun yanındakına 1, 2. Onun yanına 1, onun yanına 1, 2. Bir tek bir cüt. Birinci sırada 8, ikinci sırada 12. Ve burada dar olsa da birinci zəncirimi keçirdim. Ortanı dartdım. Ve buradan bakın, bunun artık orta hissəsi alındı. İpimi biraz uzun kəsirəm. Baxın, bir şey ağlıma gəldi. Deməli, götürürəm. Bir zəncir çəkirəm. İndi düşündüm bunu. Yanındakına keçirirəm. Sadə batıram. Yenə bir zəncir çəkirəm. Yanındakına, baxın, belə çıxarıb batıram sadəcə. Bir zəncir çəkdim. Yanındakına keçirdim. Çıxartdım və içindən keçirdim. Bir zəncir. Yanındakına içindən keçirdim. İçindən keçirdim. Götürdüm, içindən keçirdim. Bu daha da naxışlı alındıracaq bunu. Bir zəncir çəkirəm, götürürəm, içindən keçirirəm. Bunu elə sona qədər belə gedirəm. Bir zəncir. Yenə burada içindən keçirirəm və bir zəncir çəkirəm. Sonuncusunu başladığım yerə batıram və belə. Biraz daha naxışlı alındı. Qayçını götürürəm, kəsirəm.
İndi gəlirəm üstünə tikmək etabına. Gəldik bunun tikir etabına. Baxın, bunu tam bura ortaya tikməliyik. Yəni bunda da heç bir texnikamız falan yoxdur. Elə sadə tikişlə necə bacarırsınızsa elə. Amma hər zaman yadımızda saxlayırıq ki, bir o qədər də səliqəli götürüb tikirik. Məndə qısa qıyığım yanımda olmadığı üçün mən uzun qıyığımı götürmüşəm. Və bu olduqca iş kiçik olduğu üçün mənə problem yaradır. Mane olur. Amma evi yox. Buradan götürürəm xanımlar bu dərsləri. Hazırda əməliyyatlı vəziyyətdə çəkdiyim üçün təbii ki bu dərslər üçün heç bir önəmli yoxdur. Yəni sadəcə əməliyyatlı vəziyyətdə çəkdiyim üçün biraz mənim üçün çətin olur. Baxın, belə təxminini birləşdirdim. Amma bir dənə deməli, sonda nə edirik? Əsasın hissəsini mən sizə göstərim. Sonra mən özüm tikib bərkidərəm. Buradan salırıq və əsas bizə lazımdır ki, bu tam ortadan çıxardaq sonda. Mən təbii ki sizə göstərmək üçün, nümunə üçün eləyirəm. Mənim üçün bunlar vacib deyil. Siz amma səliqəyə görə belə eləyin. Buradan çıxarırıq. Çıxartdıq. Və burada baxın. Halqamızı götürürük. Sonuncusundan qıyığı keçiririk. Və buradan bərkidirik. Bunu sadəcə buradan kuruqlayaraq bərkidə bilərsiniz. Düyün də ata bilərsiniz həmçinin. Mən hələ tam bitirməmişəm, altındakı yaşılı da tikməliyəm deyə çox möhkəm düyünləmirəm. Amma sonda nəticəmiz belədir. Mən dediyim kimi bunu birləşdirəcəm və belə şirin şəkər balqabağımız olur. Təbii ki mənim rəng seçimim yanlışdır. Əslində kameradan yanlış görünür. Amma yenə də belə şirin bir şey olur.